Redmond məişət avadanlıqları və Gracia arıqlama vasitələrinin sponsorluğu ilə Möcüzə Ləzzətlər proqramı davam edir. Ümid edirəm menü ilə tanış oldunuz və bu arada artıq başlayıram hazırlamağa. İndi isə normalda deyək ki, 6 yumurta, 1 stəkan un, nə bilim 1 stəkan şəkər tozu belə gedir. Amma biraz listim mənim böyükdür. Təzə list elə bu günü mən alıblar hədiyyə, sağ olsunlar. Tavamızı qoyduq bura. 6 yumurta istifadə edəcəkdim, 1 stəkan şəkər tozu, 1 stəkan un və qabartma tozu. Amma gördüyünüz kimi listin böyük olduğuna görə bunu 50% artırmışım. Yəni 9 yumurta, 1 stəkan yarım un, 1 stəkan yarım şəkər tozu, qabartma tozu yerindədir, onu artırmamışım. İndi isə nə edirəm? Əvvəlcə yumurtanın ağından sarısını ayırıram. Bu ayrılıq işi çox pisdir, amma ayırırım. Nə edim? Bax belə. Aha. Ayırırıq ki, yaxşı köpüklənsin deyə. Yumurtanın qabığını, sümük boşluğu olan, kalsiyum çatmayan uşaqlar var ki, bunlara elə böyüklər də istifadə edə bilər, neyniyə bilər? Yumurtanın qabığını yarım saat suda qaynadırsınız. Qaynatdıqdan sonra həmin yumurtanın qabığını kofe mikserdən, blenderdən çəksiniz. Çəkdikdən sonra bütün yeməklərdə duz necə istifadə edirsiniz, o şəkildə istifadə edirsiniz. Bu isə sizin övladınızın və ya sizin sümük boşluğu varsa, kalsiyum çatışmamazlığı varsa və ya ümumiyyətlə çox faydadır. Çünki bəzi qidalarımızda kalsiyumu yetər qədər ala bilmirik. Bundan istifadə etmək vacibdir. Vaxt itirmirəm. Burada gördüyünüz kimi su qoymuşam qaynayır. Bu nə üçündür? Şokoladımı əritmək üçün. Şokoladım biraz çox böyükdür. Bunu ikiyə bölürəm. Elə bəsdir bu qədər. Bura əlavə edirəm. Buxarda ərisin. Sonra isə yumurtanın ağını yaxşıca çalırıq. Şəkər tozunu əlavə edirəm. Bax belə, gördüyünüz kimi bunu tam qarışdırdıq. Qarışdırdıqdan sonra unla qaşığı götürürük, unu əlavə edirik. Qarışdırırıq, tökdükcə. Bax belə. Və qabartma tozunu əlavə edirik. Bax belə, gördüyünüz kimi hazır olduqdan sonra tavamızı yağlayırıq. Bax belə, yağladıqdan sonra həmin bu hazırladığımız içliyi bura əlavə edirik. Bax belə. Gözəl silkələyirik biraz. Kənarları hər tərəf düz olsun. Bax belə, sobamızı hazırdır. Götürdük. Sobamıza qoyduq. 180 və 190 dərəcədə olmalıdır ki, çünki bunun ən əsası odur ki, temperatur çox olduğu zaman üstü qızarır və o bişməyə çətin olur, içi yaxşı bişmir. Buna görə də 190 dərəcəyə qoyduq. 180-190 arası. Bax belə. İndi isə vaxt itirmədən ikincisini hazırlamağa start verirəm. İndi isə siz də bir daha menü ilə tanış olun. Bu arada yenidən eyni, yəni 9 yumurta, stəkan yarım un, stəkan yarım şəkər tozu,
qabartma toz. Digərinə sadəcə əlavə olaraq damla şokoladdan əlavə edəcəm ki, şokoladlı da olsun, meyvəli, bananlı bir tort hazırlayacağım. İndi isə menü ilə tanış olun, mən digərini eyni üslubda hazırlamağa başlayayım. Səs gəldikdən sonra gördüyünüz kimi buradan söndürdüm. Söndürdüm ki, dərhal açmaq olmaz, çünki biskvitin şişi yatar. Bildiyiniz kimi bu dədə-baba qaydasıdır. Yatar deyə açmadım. Gözləyirik biraz, 3-4 dəqiqə sonra açırıq bunu. Bu arada artıq mən şefi yazdım. Burada bir balaca öz adımı yazım. Dəhşət zıyi mükəmməl yazdım. Həyatda belə zı yazan olmamışdı. Bunları dekor kimi istifadə edəcəm. Mıncıq işində sevmirəm də. Belə soyuducuya qoyacağım indi. Mənə lazımdır bir list. Götürdük listimizi. Bax belə. Bunu qoyuruq soyuducuya. Soyuducuya qoyduq. Örtdük. Sonra ağ şokolad əritməliyəm. Şokoladımız donana qədər siz də menü ilə tanış olun, mən də buraları bir təmizləyim. Bu arada menü ilə tanış oldunuz, görək necə bişir. Bismillah deyib açıram. Bir çay gətirin, elə qoxsulayacam, belə iyiləyəcəm, çayımı içəcəm, heç yeməyəcəm. İnanılmaz. Baxın, görürsünüzmü? O bir yüzünə baxmaq istəyirsiniz. Baxaq. Həm də fikir versə, bu biskvitə yağ vurmadıq. Yağ vurmadıq, yağsız bişdi. Amma yapışıb deyəsən, heç qopana şeyə oxşamır bu. Görək qopur mu, qopmur mu? Qazanımız tərtəmiz. Bismillah, baxın, görün necə bişib. İstəsəniz üzəri qızarsın əgər, belə çevirib də qoya bilərsən. Amma buna ehtiyac yoxdur. Elə mən bunu kəsirəm, heç gözləmirəm. Bismillah dedim, isti-isti kəsmək olmaz. Amma mən maraqlıdır deyə kəsdim. Bizim sponsorlardan biri Redmond'dur. Xüsusi təşəkkür edirəm. Bax görün, sən də bu multi bişiricisi görün nələrə qadirdir. Ümumi olaraq istəyirəm, qısa məlumat verim. Bildiyiniz Redmond multi bişiricinin yəni 45 proqram vardır. 17'si bunu xüsusən də nəyə aiddir? 17'si gedirəm qonşuya, gəzməyə, çay içməyə və işə gedirəm. Axşam saat 5'də işdən çıxacam. Saatını ayarlayıram, saat 3'də yeməyi bişirir. 5'də mən gələndə bişmiş yeməyimi görürəm. Gördüyünüz kimi burada qarnı ilə bircə bişirə bilərsiniz. Yəni altında ətini bişirirsiniz, üstündə kökdü, çuğundurdu, nə bilim, bal qabaqdı, kartofdu, göyərtilərdə, hansı istəyirsiniz yəni. Atsız, qarışmadan bişirirsiniz. Hələ də bu aylarda mantını bişirməyə öz yeri vardır. Yəni özbək mantısı deyirlər, belə bütöv, qram belə bişirsin, bir gün bişirəcəm, görəcəksiniz. Əlavə olaraq da gördüyünüz kimi üzərisində 200 menüsü olan
bir kitabı da hədiyyədir. Yəni bu kitabdan açırsınız, balıq yeməkləri də vardır. Hətta dünyanın ən məşhurları, ən işgüzar insanları dəfələrlə bunu istifadə ediblər və çox razı qalıblar. Əlavə olaraq gün ərzində gün boyu 12 saat belə yeməyinizi isti saxlamaq gücünə malikdir ki, bildiyiniz kimi bakteriyaların inkişafı 73 dərəcədən aşağı düşəndə bakteriyalar inkişaf edir və insan orqanizmi üçün zərərli bir zəhərləyici maddəyə çevrilir. Amma hal-hazırda bunda saxladığınız yeməklər yüksək temperaturda 12 saat belə, 20 saat belə ayarladığınız saata görə qalır və həmin qaldığı saatda da elektrik heç bir sərf olunmur. Buna görə də siz də mənim kimi Redmond'un multibişiricinə etibar edin. Gördüyünüz telefon nömrələrlə bu dəqiqə əlaqə saxlayın. Özünüz çox məmnun olacaqsınız. Çünki ola bilsin mən o qədər də vaxtım azdır, geniş məlumat vermə imkanım yoxdur. Siz bütün məlumatları oradan alın. Hətta cihazlı 20 qazan verməkdən canınız qutaracaqdır. Bir dənə Redmond'un multibişiricisindən alacaqsınız. Çoxlu qazanlara son deyəcəksiniz. Siz də Redmond'un multibişiricisindən istifadə edin, rahatlığı əldə edin. İndi isə ayrılmırıq. Biskvitimiz var, tortumuz da hazır olacaq. İndi gördüyünüz kimi Redmond'un multibişiricisində biskvitimizi hazırlamışıq. Dadına mı baxın? Bax gör, nə qədər yaxşı bişiribsə. Bu şəkildə nazik çıxartmaq olur. Bu tam bişirməsəydi əgər, belə nazik çıxmazdı. İndi bunun bir dadına baxın. Mən dadına baxıram, siz də menyuya baxın. Əziz tamaşaçılar, bax bu gördüyünüz bu şokolad görsə rahatca əritdim. Rahat evinizdə hazırlaya bilərsiniz. Elə bir çətin şey deyil. Görsə, altından belə düz bir dənə bu xətti getdim. Torta bastırmaq üçün bir xət yendim. Nə var? Qutardım. Bunu da elə sobaya qoyuruq. Soba nədir? Sobaya yox. Soyuducuya. Bunu da yanına qoyuruq üstünə. Hamısını bircə yenə soyuducuya qoyuram ki, yaxşıca donsun. Əzildi. Əzildi, 100% əzildi. Neynim əzildi? Yaxşı, biskvitim, burada çıxartmışıq bunu. Nə vaxt çıxartdıq bunu? Başım elə qarışıb ki, siz menuyla tanış olunacaq. Nə vaxt biskviti çıxardıb ora qoymuşam, heç xəbərim də olmuyor. Bunu elə burada kənarda qoyuram, soysun. Sizin gözünüzün qabağında. Demin ki, daldalada iş görür. Bax belə, indi isə keçdik əsas məsələyə. Əsas məsələ nədir? Kremin hazırlanmasıdır. Qatılaşmış süddür. Qoy loru dincə deyim, çox deyir nədir? Skuşonlu maloko. Bişirilmiş skuşonlu maloko, amma belə deyirlər. Qatılaşmış süd əlavə etdik. Ondan sonra yağımızı götürürük. 500 qram, yəni 500 qram. Yaxşıdır, bu sayıları bilirəm. O da pulza da alanda öyrənmişəm. Yağ da əlavə edirik içərisinə. Ondan sonra bunları əlavə etdikdən sonra bizə lazımdır mikser. Deməli, bunu qarışdırırıq. Redmond məişət avadanlıqları və Gracia arıqlama vasitələrinin sponsorluğu ilə Möcüzə Ləzzətlər proqramı reklamlardan sonra davam edəcək. Multibişirici gərəkdirsə seçin Redmond. Redmond, yaxşısını bəxş edin.